Vahid bəy, deməli mən əvvəlki verilişlərə Aytən xanımla keçirdiyiniz podkastlara baxdım. Oradan özüm üçün təbii ki, qeydlərimi apardım. Həm də ki, orada siz məni hətta birinci dəfə görmədən məni necə analiz etdiniz. Onlar da mənim üçün qeyri-adi, yəni videoya baxanda hətta baxırdım deyirdim bu necə məni, yəni görməyib adam məni, amma məni analiz eləyir. Orada bir məsələ var da, hansı ki mən özümdə qeyd elədim. Nə məsələ idi? Mən birinci dəfə orada başa düşdüm ki, talih bizim alnımıza yazılmır, talih bizim ovucumuza yazılır, əlimizə yazılır. Və həyatımız boyu bu dəyişir. Dəyişməkdə mən belə bir qənaətə gəldim ki, biz onda belə deyim də talihimizi dəyişə bilərik istənilən anda. Bilirsiniz necədir? Təbii ki, biz doğulan kimi, dünyaya gələn kimi taleyin məngənəsinə düşürük. Talih qədər var. Onu Allahdan bizim talihimiz yazılır. Biz yaşadığımız dövrdə, uşaqlıq dövründən ta ahıl yaşımıza qədər bizim talihimizdə rol oynayan bir sıra səbəblər olur. Və eyni zamanda biz özümüz də öz talihimizin içində rol oynaya bilirik. Talihimizi təsir edən əlamətlər həddən çoxdur. Və biz burada artıq öz xarakterimizi, xüsusiyyətlərimizi, bacarıqlarımız sayəsində yenə də talihimizin rol oynaya bilirik. Talih mövzusu o qədər qəliz və dərin bir mövzudur ki, yəni bunun haqqında illərlə, bəlkə də əsrlərlə müzakirələr aparılıb. Bu, bəlkə də elmi araşdırmalar qədər səviyyəsində bir araşdırmaya bərabər bir həqiqətən araşdırmadır. Yenə də orada dəqiq ölçülərə gəlib çıxarda bilmirik biz. Niyə? Çünki sanki bizə təsir edən amillər var. Bizim görmədiyimiz, bilmədiyimiz, bəlkə də anlamadığımız amillər var. Buradan həm yenə deyirəm, həm Allahdan gələn amillər var, təsir xüsusiyyətlər var, həm bizim yenə də düşüncəmiz, dünya görüşümüz bunlarda rol oynayır. Hətta mən keçən verilişdə dedim ki, hətta valideynlərin özünün, müəllimlərimizin, həkimlərin, hətta bir alimin tələbəsinə taleyində böyük rolu ola bilir. Bir qonşunun da hətta insan taleyində rol oynaya bilir. Bir qaynananın, gəlinin taleyində, hətta nəvələrinin taleyində rol oynaya bilir. Qlobal dəyişikliklər, cəmiyyətdə gedən proseslər özü belə taleyimizdə rol oynaya bilir. Müharibələr gedir. Bildiyiniz ki, bir sıra yerlərdə qaynar nöqtələr var. Uşaqların taleyində, psixologiyasında necə rol oynaya bilər? Və yaxud sülh çərçivəsində yaşayan dövlətlərdə necə bir inkişaf edən bir dövlətlərdə necə insan taleyinə təsiri var. Bəli, düz söyləyirsiniz ki, bizim taleyimiz sanki əlimizin içində də özünü təzahür eləyir. Xətlərlə, cizgilərlə, sanki bir xəritədir. Bizə yol göstərir və biz onlardan istifadə edirik və etməliyik əslində. Bir çoxları, məsələn, bunun fərqinə varmır. Təbii ki, insan bir fərd kimi müxtəlif düşüncələrə sahibdir və hərənin bir şey qavrama dərəcəsi var, sahəsi var və yaxud ki, münasibəti bildirən bir cəhəti var. Yəni, bizim insanlar görürsünüz, bir-birinə zahirən bənzərliyi var, amma heç biri bir-birinə bənzəmir. Hətta əkizlər belə. Hətta əkizlərin belə, bəli, əkizlərin belə rast gəlib mənə ki, məsələn, əkizlərdə xassiyyətlər müxtəlifdir. Hətta onların maraqları fərqlidir, oxşar cəhəti var. Deməli, mən orada balaca bir araşdırma aparmışam, sorğularla daha doğrusu. Əkizlərin analarından soruşmuşam ki, birinci hansı doğulan uşaqdır, ikinci hansı doğulan uşaqdır. Onların arasında fərq var. O da fərq eləyir. Böyük fərq eləyir. Və ana bətnində yerləşməyinin fərqi var. Orada bir ana danışmış ki, məsələn, UZI-də göstərir də, indi onu təbii həkimlər gözəl bilirlər.
üstdə yerləşən uşaq və alt hissədə yerləşən uşaq və yaxud da ki, arxa tərəfdə və ön tərəfdə. Onlar məlumatları birinci hansı qəbul edirsə, o biraz obyektiv olur. Dominant olur, hə? Bəli, və mübariz olur. Sanki digəri o birisinin arxasında gizlənir. İnformasiya, yəni ananın yaşadığı həmən o 9 aylıq dövrdə hətta onun stressləri, yaxşı günləri, indi qayğılı günləri, onlar hamısı təsir eləyir. Birinci hansı qəbul edir informasiyanı, ikinci hansına çatır. Burada təbii ki, yenə də elmi araşdırmalara ehtiyac duyulur. İndi mən onu belə bu formada araşdırmışam özlüyümdə bir xiraman kimi, numeroloq kimi, amma yenə də hətta bunun özünün elmi araşdırmalara çox böyük bir maraq olardı ki, Ya siz uyğunluq görmüsünüz də orada? Uyğunluq, əlbəttə ki, fərqlilik var burada. Fərqli cəhətləri var. Yenə də burada hətta onların əl cizgilərində belə fərqli bir xətlər mövcuddur. Taleylərində fərqlilik var. Çünki hər bir insan yenə də individualdır, düzdürmü? Onu əkiz də olsa, hətta üçəm də olsa belə, yenə də Allah ayrı-ayrılıqda hər birisinin taleyini yazır. Bu rəqəmlərlə, doğum tarixi ilə biz nəyə görə hesablayırıq? Bu onun bir proqramıdır. Bir kod halındadır. Axı əkizlərdə eyni gəlir axı, tarix eyni gəlmir. Əkizdə eyni gəlir. Həmən rəqəm eynidir, amma əl cizgiləri fərqlidir. Əlinin forması unikaldır da, belə. Əlinin formasında bir balaca fərqlilik var. Yəni deyirəm, orada məlumat hansı ki qəbul edir həmən 9 ayda, o onun artıq inkişafında rol oynayır. Nəyə görə bir çox uşaqlar, hansı ki stres yaşayan uşaqlar var hal-hazırda, onu bir çox hallarda cəmiyyətin üstünə atırlar. Əslində, mən başa düşürəm, cəmiyyətdə tutaq ki, gərginlik uşaqların yeniyetməliyin psixologiyasını təsir eləyir. Onu inkar etmək olmaz. Amma bu əsas formalaşır ana bətnində. Ana bətnində formalaşır. Əgərsə ana həmən 9 ayda yaxşı qidalarla qidalanırsa, yaxşı ünsiyyətlər qurursa, mehriban ünsiyyətli olursa, yəni gülərüz olursa, həyatında münaqişələr olmursa, mübahisələr, hətta diksinmələr belə olmursa, o uşaqların həyatı yaxşı olur və sakit olur, qavraması sakit olur. Hətta psixomatrisa da bu doğum tarixindən alınan cədvəl belə mənfi xüsusiyyətlərə sahib olsa belə, yenə də uşaqda həmən stresslər az olur.